Tənzilə xanım, müsahibələrinizin birində demişdiniz ki, mən hökmlü anayam. Elə. Uşaqlarım içdiyi çayı belə mənimlə məsləhətləşirlər. Amma deyəsən övladlarınız ailə quranda yumşalmısınız. Seçimi onlara buraxmısınız. O onların taleyidir. Gücüm çatsaydı dəyişdirərdim. Amma mən gördüm ki, birisi mən sevgiyə çox böyük sayğı ilə yanaşdığıma görə onların seçimlərinə də sayğılı oldum. Bəlkə də içimdə narazı qaldığım nüanslar oldu, amma onu içimə gömdüm. Onlara buraxdım. Yaxşı ki, buraxmışam. Çünki sonradan yaşadıqlarının günahkarı olmamaq üçün Allah Taala görünür, bəzi şeylərdə də məni məsafəli davranmağa vadar eləyib, məcbur edib. Kimsə ilə ölümünə savaşmam. Baxaram həyatda, amma mövzu evladlarımdırsa, kimsənin gözünün yaşına baxmam. Evladlarıma uzanan hər hansı bir dilin, evladlarıma uzanan hər hansı pis sözün, evladlarıma uzanan hər hansı bir namərd əlin qarşısında mən dağ olaram.